İstədiyin qədər şirniyyat, istədiyin qədər şəkər yeyə bilərsən. Əsas nə yediyin deyil, nə qədər yediyindir. Bu cümlə motivasiya deyil. Bu trenerlərin tələbə yığmaq üçün satdığı bir yalandır. Bəli, kalori açığı önəmlidir və səni arıqladacaq. Amma bədən üçün kalorinin haradan və necə gəldiyi daha önəmlidir. Şəkər və işlənmiş qidalarda bədənə xeyirli olan heç nə yoxdur. Bu mövzu təkcə idman edənlərə aid deyil. Normal insanlar da sadəcə dadı və aroması üçün bu zəhəri niyə yesin ki? Yağlama və kökəlmə bu sadəcə gördüyün problemlərdir. Əsl ziyan daxildə başlayır. Hormon balansı pozulur, insulin sistemi sıradan çıxır, xəstəliklər səssizcə yığılır. Şəkər asıllıq yaradır. Ona görə də azaldım deməklə olmur. Mümkün qədər həyatından çıxarmalısan. Əsl şəkər meyvələrdən gəlir. Qalan isə bədən üçün xəstəlikdir. Bunu bilmək üçün alim olmağa ehtiyac yoxdur. Əgər bir şəkəri həyatından çıxaracaq qədər iradən yoxdursa, nəinki idmanda, həyatda da böyük nəticə gözləmə. Bir gündə hər şeyi at demirəm, amma özünə hədəflər qoy. Şəkərdən addım-addım uzaqlaş. Şəkər sənə sağlam dəri, fit görünüş və güclü hormonlar verəcək. Və bunu kim istəməz ki?